Salam hörmətli müsəlman bacı və qardaşlarım. Motivasiya və dini kanalının izləyiciləri, hər birinizi xoş gördük. Heç düşünmüsünüzmü, niyə bəzən hər şeyin üst-üstə gəldiyini hiss edirik? Niyə? Çox çalışsaq da sanki yerimizdə sayırıq. Necə ki, yerin cazibə qanunu var, ruhumuzun və taleyimizin də görünməz qanunları var. Bugün sizə sadəcə motivasiya verməyəcəm. Bugün sizə həm dinimizin, həm də həyatın bizə söylədiyi 7 böyük qanunu və ən əsası həyatımızı zəncirləyən o görünməz bağları necə qıracağımızı izah edəcəyəm. Hazırsınızsa başlayırıq. Birinci maddə, niyyətin gücü. Hörmətli izləyicilər, hər birimiz həyatda nəsə etmək, harasa çatmaq istəyirik. Amma çox vaxt unuduruq ki, hər bir hərəkətin görünməz bir mühərriki var. O mühərrik bizim niyyətimizdir. Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə belə buyurur. Əməllər niyyətə görədir. Bu sadəcə bir kəlam deyil. Bu bir həyat qanunudur. Təsəvvür edin ki, niyyət sizin daxili naviqasiyanızdır. Siz hələ yerinizdən tərpənməmiş, daxilinizdə hədəfi təyin edirsiniz. Əgər hər hansı bir işə başlayanda belə, mən bilmirəm, nətər olacaq, heç başlamasam bəlkə yaxşı olur. Çarpışsam da bu insanlardan məsələn udacağam və ya görək başınıza nə gəlir deyə şübhə ilə başlayırsınız. Siz artıq o qaranlıq yolu seçmiş olursunuz. Şübhə yolun ortasında sönən fənər kimidir. Sizi yarı yolda qoyar. Amma niyyətini saf tutanda, yəni mən bu işi xeyir üçün edirəm və Rəbbim mənə kömək olacaq dediyiniz an sanki kainat sizin qarşınızdakı o imanın çəni çəkir və qarşınızda olan maniyanı dağıdır. Unutmayın, Allah sizin nə etdiyinizdən çox o işi niyə etdiyinizə baxır. Niyyətini saf tut ki, yolun aydın olsun. İkinci qanun, səbr və zamanın ritmi. Bu qanun bizə bunu deyir ki, tələsmə. Allah hər şeyi bir ölçü ilə yaradır. Həzrəti Yusuf quyuya düşməsəydi, Misirə sultan və ya Misirin əzizi ola bilərdi. Sizin bugün yaşadığınız o quyu anı sabahki sultanlığınızın hazırlığıdır. Buna daha çox geniş izah verməyə mənə elə gəlir ehtiyac yoxdur. Üçüncü qanunumuz şükür və artım qanunudur. Hörmətli izləyicilər, çoxumuz elə bilirik ki, şükür etmək üçün mütləq böyük bir uğur qazanmalıyıq. Amma kainatın sirri burasındadır ki, sən olanlara şükür etdikcə olmayanlar sənə doğru gəlməyə başlayır. Uca Allah İbrahim surəsində buyurur: şükür etsəniz sizə olan nemətimi artıraram. Bunu bir buğda dənəsi kimi düşünün. Sən əlindəki tək dənəyə görə şikayət etsən, o elə tək qalacaq və ya bəlkə də onu saxladıqca o çürüyəcək. Amma onu şükürlə yaşasan, sanki onu bərəkətli bir torpağa əkmiş olursan və o tək dənə vaxtı gələndə sənə bütöv bir zəmi minlərlə sümbül olaraq qayıdır. Şikayət bərəkəti qaçıran bir divardır. Şükür isə yeni qapılar açan açardır. Bugün nəfəs aldığına, əlində olan kiçik də olsa, hər bir nemətə görə əlhəmdülillah de ki, artımın möcüzəsini görəsən. Hörmətli izləyicilər, bura qədər qanunlardan danışdıq. Amma
Gəlin həyatın tam ortasından bir çoxumuzun hər gün yaşadığı o ağrılı mövzuya keçək. Bəzən ən böyük imtahanımız uzaqdakılarla yox, canımızdan bir parça olan valideynlərimiz olur. Quran-ı Kərimdə İsra surəsinin 23-cü ayəsində Rəbbimiz buyurur: onlara, yəni valideynlərimizə of belə deməyin, onların üstünə qışqırmayın və onlara xoş söz deyin. Bu bizim başımızın tacıdır, imanımızın gərəyidir. Valideyn gözəl bir nemətdir. Lakin hörmətli valideynlər, bir həqiqəti də unutmamalıyıq. Valideynlər də övladlarını o of sözünü demək həddinə çatdırmamalıdır. Övladınızı idarə etməyə çalışmayın. Qoyun o özünü idarə etməyə öyrənsin. Onu həddindən artıq qayğı ilə, istidən və soyuqdan tam qorumayın. İcazə verin, o soyuğun necə olduğunu hiss etsin. Yanğının, çovğunun və don vurmağın nə olduğunu anlasın. İnsan ancaq o çətinlikləri yaşayandan sonra püxtələşir, kamil bir şəxsiyyətə çevrilir. Ancaq o zaman övladınız qarşısına məqsəd qoya biləcək və bu məqsəd üçün çalışıb çarpışacaq. Bu yolda borana da, qara da, çovğuna da dözəcək. Çünki o yıxılanda daha gözləməyəcək ki, atam, anam və ya qohumlarım gəlib mənim əlimdən tutacaq. O ümidini yalnız Allaha bağlayıb öz iradəsi ilə tam sürətlə hədəfinə doğru addımlayacaq. Düşünün, bir gün siz yanında olmayanda hər addımı idarə olunan o övlad nə edəcək? O həmişə onu idarə edən birilərini axtaracaq və nəticədə heç vaxt öz istəklərinə çata bilməyəcək. Sadəcə başqalarının dediyi ilə, yəni idarəçiliyi ilə oturub duran, həyatını quran, idarə olunan bir maşına çevriləcək. Övladlarınıza verə biləcəyiniz ən böyük miras ona azad iradə və Allaha təvəkkül etməyi öyrətməkdir. Dördüncü qanun mənəvi axın qanunudur. Həyatda heç bir şey sabit deyil. Kainatda hər şey hərəkətdədir. Dayanan su iylənər, dayanan enerji tükənər. Nəyi paylaşırsansa, o sənə daha böyük bir enerji ilə gəlir. Paylaşmaq sadəcə cibindəki pulu vermək deyil. Paylaşmaq ruhun qapısını açmaqdır. Təsəvvür edin ki, sizin daxiliniz bir çeşmədir. Əgər siz o çeşmənin önünü kəssəniz, su quruyacaq. Amma o suyu başqaları ilə paylaşsanız, yerin altından daha təmiz və daha bol su gəlməyə başlayacaq. Sevgini bölüşsən, qəlbin sevgi ilə dolar. Biliyini bölüşsən, ağlın hikmətlə nurlanar. Əlinizi sıxın. Nə maddi, nə də mənəvi cəhətdən. Çünki sıxılmış yumruğun içinə heç nə girməz. Əlinizi açın ki, həm verə biləsiniz, həm də Allahın sizə göndərdiyi yeni nemətləri qəbul edə biləsiniz. Paylaşın ki, sizinlə də paylaşsınlar. 5-ci qanun güzgü qanunudur. Hörmətli izləyicilər, kainatın ən dürüst qanunu yəqin ki budur. Dünya bir güzgüdür. Əgər sən bu güzgüyə qəzəblə baxsan, o sənə qəzəbli insanlar və hadisələr qaytaracaq. Əgər sən ətrafındakı
hər kəsdən şikayətçisənsə, hər kəsdə bir qüsur axtarırsansa, deməli daxilində həll olunmamış bir sıxıntı var. Güzgü sadəcə səni sənə göstərir. Amma gəlin bu sirri öz xeyrimizə işlədək. Sən öz daxilində sülh tapsan, insanlara sevgi ilə baxsan, görəcəksən ki, dünya da səni gülümsəməyə başlayır. Qarşına çıxan çətinliklərdə belə bir hikmət axtar. Unutma. Xaricdəki dünyanı dəyişmək istəyirsənsə, daxildəki dünyanı dəyişdirməyə başla. Sən dəyişsən, güzgüdəki mənzərə də özü-özünə dəyişəcək. 6-cı qanun təvəkkül qanunu. Bu qanuna görə işini gör, planını qur, amma nəticə üçün özünü parçalama. Allahın sənin üçün olan planı sənin özün üçün qurduğun plandan daha xeyirlidir. Çoxumuzun ən böyük səhvi nədir bilirsinizmi? Biz elə bilirik ki, həyatın bütün yükü bizim çiyinlərimizdədir. Gecə-gündüz planlar qurur, özümüzü parçalayır. Nəticə istədiyimiz kimi olmayanda isə dünyamızın dağıldığına sanır. Bəziləri təvəkkülü tənbəllik olaraq göstərirlər. Ancaq təvəkkül tənbəllik deyil, təslimiyyətdir. Buna misal olaraq əkinçinin iş prinsipini götürək. Əkinçi yerini şumlayır, toxumunu səpir, suyunu verir. Bu onun vəzifəsidir. Amma toxumun torpağın altında cücərməsidir, günəşin çıxması, yağışın vaxtında yağması artıq onun əlində deyil. O işini bitirir və qalanını kainatın sahibi olan Allaha tapşırıb rahat yatır. Sən də belə et. İşini gör, planını qur, əlindən gələni sonuna qədər et. Amma nəticə üçün özünü parçalama, üzülmə. Çünki sən dar bir pəncərədən baxırsan. Allah isə hər şeydən xəbərdardır və hər şeyi qabaqcadan görür. Bəzən sənin üçün bağlanmış hər hansı bir qapı əslində səni qoruyan bir rəhmətdir. Sən sadəcə Rəbbinə güvən. Unutma, Allahın sənin üçün olan planı sənin özün üçün qurduğun ən mükəmməl plandan daha xeyirlidir. Sən sadəcə Rəbbinə güvən və xeyirlisi bu imiş deməyi öyrən. O zaman görəcəksən ki, daxilindəki o ağır yük necə yox olur və yerini sonsuz bir huzur tutur. Və sonda, hazırda bu videonu izləyənlər üçün ən vacib olan sirrə gəldik. 7-ci qanun. Qaranlıqdakı nur qanunu. Heç düşünmüsənmi ki, niyə şam sönməmişdən qabaq güclü yanır? Niyə gecənin ən qaranlıq anı məhz sübhə ən yaxın olan anıdır? Uca Rəbbimiz İnşirah surəsində bizə sadiq bir vəd verir, sarsılmaz bir vəd verir. Hər çətinliklə bərabər bir asanlıq vardır. Diqqət yetirin. Çətinlikdən sonra yox, çətinliklə bərabər. Yəni sənin o çətinliyin içində elə o problemin tam ortasında, Allah artıq çıxış qapısını qoyub. Sadəcə sən qaranlıqdan qorxub gözünü yumursan və onu görmürsən. Əziz izləyici, əgər bu gün yükün hər zamançından ağırdısa, əgər artıq dözə bilməyəcəyini hiss edirsənsə, sevin. Deməli o ilahi nurun doğmasına çox az qalır. Allah heç bir bəndəsinə daşıya bilmədiyi yükü yükləməz.
Bu qaranlıq səni boğmaq üçün deyil, səni yeni bir sabaha hazırlamaq, səni puxtələşdirmək üçündür. Unutma, ən gözəl güllər tikanların arasından boylanır. Sən sadəcə o nura inan və addımlamağa davam et. Sənin sabahın bu günündən qat-qat aydın olacaq. Əziz izləyici, bu 7 ilahi qanun həyatın görünməz sütunlarıdır. Əgər bugün bəzi işlərini düz gətirmirsən, videoya bir daha bax. Hansı qanunu unutduğunu. Çünki cavab bəlkə də elə bu dəqiqələrin, baxmadığınız və yaxud diqqət etmədiyiniz o videonun içində gizlidir. Bu videonun daha çox insanlara çatması üçün videonu bəyənib paylaşmağı unutmayın. Sənin üçün bugün ən təsirli qanun hansı oldu? Şərhlərdə yaz. Birlikdə düşünək. Allah hər birinizi hifz etsin inşallah. Ruhunuzun nuru heç vaxt sönməsin. Salamat qalın. Esselamu aleykum və rəhmətullah.